Salam uşaqlar, testlərə davam edək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Başlayaq. 65-ci testi və birinci sual belədir. Найдите лишнее слово. Uşaqlar, лишнее слово, yəni artıq söz. Məsələn, tutaq ki, burada tam yazılmayıb da necə tapmalıyıq biz, amma baxaq. Məsələn, neçə burada söz, neçə səs var da o şəkildə də məsələn tapa bilərik. 1, 2, 3, 4, 5, 6 da 6 və 6 səs var. Məsələn, burada 4 və 4-dür. Utro тоже 4 və 4. Deməli, artıq budur da. İkisi eynidir, biri artıqdır. Сколько звуков в слове станция? Stansiya sözündə neçə səs var? Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 hərfimiz varsa və ya hərfi 2 səs verir, düzdürmü? Çünki saytdan sonradır. Əlbəttə ki, 8 будет. Deməli, B. Среди вариантов выбери тот, где записаны только гласные звуки. Ancaq deyir ki, sayt səsləri olan, yəni hamısı saytdır uşaqlar. Amma Y, yo, burada Y və yo ikratka ilə gedirlər də, 2 səs verəndə və ikratkaya o kimi gedir də. Ona görə də burada U da məsələn 2 səs verir. Ən düz variant məsələn V-də U və I. Öz hərf, öz səsi eynidir, yəni belə. На какие группы можно разделить все буквы русского алфавита? Yəni əlifbanı deyir ki, 2-yə böləndə hansına düzgün olar bölməkdə, yəni rus əlifbasının hərfləri. Əlbəttə ki, согласные и гласные, yəni самит və sayt. Найди слово, в котором букв больше, чем звуков. Так, bukv больше, hərf çox olmalıdır səsə görə. Domino, burada 6 və 6, kompot 6 və 6, apelsin 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 və məxki znak burada düşsə olacaq 7. Deməli, apelsin. Какая буква в алфавите идет вслед за буквой D? D hərfindən sonra bizdə deyir ki, hansı hərf gedir? Əlbəttə ki, Y olacaq. Найди всегда мягкие согласные. Həmişə incə olan hansıdır samitlər? Ç, Ş və ikratkaya. Найди слово, в котором все согласные звуки мягкие. Deyir ki, elə bir söz tapın ki, deyir ki, bu 3 variantdan samitlərin səsi hamısı incə olsun. Əlbəttə ki, bizdə Ç və ikratkaya burada incədir. Həmişə incə olduğuna görə biz A variantını seçirik. Найди слово, в котором все согласные звонкие. Hamısı deməli bizdə cingiltilidir. Gəlin, bu samit deməli G və R. R burada həm də всегда звонкий və G тоже звонкий. Qalanları düzgün gəlmir. Отгадай загадку, напиши отгадку. Укажи, сколько в ней букв и звуков. Он в Италии родился, он своей семьей гордился, он не просто мальчик-лук, он надежный, верный друг. Чиполлино. Так. Чиполлино. Так, neçə səs və neçə hərf var? Bunu da baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9. Так. И у нас 9 hərf var və tələffüzdə bir L düşür də orada. Tak, deməli onda 8 olacaq. Bax, bu şəkildə uşaqlar, sağ olun, görüşərik.